Bugünkü mövzumuz turizm və qonaqpərvərlik sektoruna, sferasına aid olduğu üçün mən düşünürəm ki, daha maraqlı olacaq və xüsusilə bizim gənclərimizin turizm sahəsinə inteqrasiyası sahəsində biz müəyyən müzakirələr apararıq. Burada müsbət və mənfi meylləri müzakirə edə bilərik, çıxış yolları gələcəkdə necə ola bilər, bugün necədir, bu haqda danışarıq. Ümumiyyətlə, turizm dünyada ən sürətlə inkişaf edən iqtisadi sahələrdən biridir. Belə deyək, neft və avtomobil sənayesindən sonra özünə xüsusi yer tutan iqtisadiyyatın bir sahəsidir. Və bugün bütün ölkələrdə demək olar ki, turizmin inkişafı həmin ölkənin eyni zamanda məşğulluğunun yüksək səviyyədə təmini deməkdir. Bugün dünyada belə deyək də, hər 10 nəfərdən biri turizm sahəsində çalışır. Yəni, turizm dedikdə, burada tək belə deyək də, turizm şirkətində, turizm otellərdə filan yox. Eyni zamanda burada belə deyək, ticarət strukturları var, bundan bağlı olan nəqliyyat strukturları var ki, bəli, hər şey, alış-veriş mərkəzləri var ki, siz bütün şəbəkəni nəzərdə tutursunuz. Bəli, bu şəbəkə üzrə dünyada 10%-dən çox belə deyək, turizm payına düşür və insanlar bu sahədə çalışırlar və ümumilikdə də götürəndə yenə də bu 10%-dən çox belə deyək, qlobal ümumi daxili məhsulu təmin edir. Getdikcə turizm sahəsi, qonaqpərvərlik sahəsi daha da yenilənir, daha da müasirləşir. Və burada daha yeni tələblər, daha yeni standartlar meydana çıxır ki, və bu standartları da yerinə yetirmək, belə deyək də, heç də hər zaman mümkün olmur. Və buna görə də turistlərin özləri də, məsəl üçün, səfər etdikləri zaman artıq əvvəlki kimi şablon istirahətdən uzaq qaçırlar, onlar da yeniliklər axtarırlar, onlar da daha, belə deyək, innovativ formada inkişaf edən istirahət mərkəzləri, sektorları axtarırlar və bunun da qarşısında dayanmaq, bu tələblərə cavab verə bilən struktur yaranmalıdır, yaranır və bu dünyada bugün belə gedir. Amma əgər bugün biz sırf, belə deyək, Azərbaycan turizmindən danışırıqsa, Azərbaycan turizm və, mən belə deyərdim, Azərbaycan turizm və qonaqpərvərlik sistemi. Çünki Azərbaycan turizmin ən önəmli sahələrindən biri də otel qonaqlama sistemidir. Bugün çox böyük bir investisiyalar yatırılır, kapital yatırılır bu sahəyə və müəyyən inkişaflar da görürük bu sahədə. Azərbaycanda əsasən bugün dağ turizmi, ekoturizm, sağlamlıq turizmi daha çox nəzərə çarpır, daha çox genişlənir. Bunun müsbət meylləri ilə yanaşı, eyni zamanda bəzi məsələlərin üzərində də çalışmaq lazımdır. Çünki gələn qonaqlarımız bugün Azərbaycanın əsasən əlverişli gözəl təbiətinə, qədim mədəni irsinə, qonaqpərvərliyini nəzərə alaraq gəlir. Və eyni zamanda bunların istirahətinin təşkil olunması məsələsində isə, yenə deyirəm, əsas məsələlərdən biri kadrlar məsələsidir ki, bugün belə deyək, Azərbaycanda qonaqpərvərlik sistemində, otel sistemində çalışan əməkdaşların böyük əksəriyyəti o sahədə təhsili olmayan, belə deyək, kadrlardılar. Bayaq da mən qeyd elədim, yəni kifayət qədər yüksək investisiya qoyulub, gözəl otellərimiz, istirahət mərkəzlərimiz inşa olunub, hər bir avadanlıqla, hər bir infrastrukturun təmin olunub. Amma burada müəyyən məsələlər var. Məsəl üçün, mən araşdırıram, daha çox mən xarici qonaqların rəylərini araşdırıram. Azərbaycan turizmində, Azərbaycan qonaqpərvərlik sistemində olan problemlər nədən ibarətdir, nə çatışmır və təbii ki, bunu həm biz canlı ünsiyyət zamanı da əldə edə bilirik. Eyni zamanda bugün bütün dünyada qonaqların, turistlərin bir ölkə haqqında, ölkənin istirahət məkanları haqqında məlumatı onlayn rezervasiya sistemlərindən alırlar. Eyni zamanda böyük platformalar var bu sırada və onlar ilk öncədən
belə deyək də, yəni biz özümüz də, digər xarici qonaqlar da bu platformalara daxil olaraq, rəyləri nəzərə alaraq, yəni seçimlərini edirlər. Yenə deyirəm, 80% bu gün turistlərin sırf qərarlarını onlayn platformalar üzərindən verirlər. Və biz ümumiləşdirdikdə bizim bu turizm sektorunda, bu otel sektorunda əsas problemlər nədir? Mən deyərdim ki, birinci növbədə kadr məsələsi, ikinci növbədə narazı qaldıqları turistlərin, əməkdaşların belə deyək, ünsiyyət bacarığının olmaması, mədəni davranışının olmaması. Bu da elə kadrların peşəkar olmaması. Və eyni zamanda dil problemlərinin olması. Təbii ki, xarici turistlər gəlirsə, ən azından rus dili, ingilis dili, hətta ərəb ölkələrindən gəlirlər. Yəni, bu dilləri bilmək lazımdır. Burada da böyük problemlərimiz vardır. Ona görə də kadrlara daha çox önəm verilməlidir. Bunun subyektiv və obyektiv səbəbləri də var. Mənim araşdırmalarım onu göstərir ki, bəzi sahibkarlar, bəzi otel sahibləri bu məsələni nəzərə almırlar, almaq istəmirlər. Sırf belə deyək də, o loru dildə desək, öz yaxınlarını, öz qohum əqrəbələrini idarəçiliyə gətirirlər. Bəli, gətirirlər və onlar da işi bilmirlər. İşi bilmədiyinə görə də ümumi, bəli, heç kimdən də öyrənmək istəmirlər. Və ümumi də bu bizim ümumilikdə ölkə turizminin adına xələl gətirirlər. Yəni belə məsələlər, yəni özlərinə də ziyan vururlar. Ziyan vururlar və bir neçə müddətdən sonra həmin sahibkar ayılır ki, artıq müflis oldu. Müflis olmağa yaxındır, filan qədər yeyinti var obyektdə və turist də gedib. Mən onu da nəzərə çatdırım ki, bu gün Azərbaycana gələn turistlərin 70%-i Bakıda məskunlaşır və Bakıdan kənara çıxmır. Və ən böyük bizim problemlərdən biri Azərbaycanda turizm sektorunun mövsümü olmasıdır. Sırf mövsümə hesablanmış, yay, qış belə deyək də, formatında həyata keçirilir. Və Bakıda da nəyə görə? Bakıda da yəni daha çox alış-verişə gələnlər, ondan sonra kommersiya, biznes məqsədi ilə gələnlər, yəni otellərdə məskunlaşırlar. Yəni bu problem kökündən həll olunmalıdır. Yəni kadr məsələsinə yenə gələcəyik, amma bu mövsümi məsələ ki var turizmdə. Bu məsələlər, yəni bəli, müəyyən burada müsbət meylləri nəzərə alaraq sağlamlıq turizmini qeyd etmək olar. Mən bu sahədə gastroturizm ən maraqlısı. Yəni baxın, mən xüsusilə bu sağlamlıq turizm üzrə fəaliyyət göstərən müəssisələr daha çox Naftalanda formalaşıb da, orada yerləşirlər. Və bu gün statistikalar var əlimdə. Ümumilikdə götürdükdə qış mövsümündə belə 50-60% arasında doluluq olur. Yəni bu da o müalicəvi sistemin o sahədə olan belə deyək, yeniliklərin və müasir idarə etmənin formasından irəli gəlir. Amma orada belə, yəni üzr istəyirəm, orada belə mən bu yaxında bir nəfər həmin o sahibkarla söhbət apardım o sahədə. Onun yenə ən çox şikayət elədiyi məsələdir ki, mən rus dilini bilən rayonda, Naftalanda rus dilini bilən əməkdaş tapa bilmirəm və ona görə də o biznesimə də ziyan gətirir. Eyni zamanda orada xarici qonaqlarla da dil ünsiyyətində problem olur. Çünki o sağlamlıq sanatoriyalarına gələnlərin əksəriyyəti bu gün statistikaya görə Rusiyadan, Qazaxıstandan və keçmiş Sovet İttifaqı, MDB ölkələrindən daha çox gəlirlər. Efirdə sualım var verilişinin növbəti buraxılışıdır. Biz bugün studiyamızın iki qonağı eksperti Rüfət Quliyev və Ruslan Fətullayevlə Azərbaycanın turizm sektorunda gənclər üçün yeni iş imkanları ilə bağlı müzakirə aparırıq. Ümumiyyətlə, Azərbaycanın turizm sektorunda yeni iş imkanları ilə bağlı nə deyə bilərsiniz? Xüsusilə də burada gəncləri unutmamaq şərti ilə. Yəni gənclər bu sahəyə üz tutun deyirik, hamı deyir, biz də deyirik, siz də deyirsiniz. Amma görək gənclərin burada istəklərinə adekvat nə var? Ondan danışaq biraz, buyurun. Bəli, təbii ki, bugün gənclərimiz də kifayət qədər məşğulluq problemlərinin həll olunmasını istəyirlər və ölkəmizdə də belə deyək, turizm sahəsində
gənclərə bu gün böyük ehtiyac var. Amma bayaq sadaladığımız problemlər, eyni zamanda turizmin, Azərbaycan turizminin düzgün qurmadığı marketinq strategiyası sayəsində təbliğat təşviqatı. Bəli. Həm də beynəlxalq tanıtımda o problem var. Bayaq onu qeyd eləmədim. Kifayət qədər o problemlərin olduğuna görə bu gün gənclər də hardasa belə deyək də tərəddüd içərisində qalır. Nəyə görə? Gənclər birinci növbədə fikirləşirlər ki, mən gedəcəm, bu mövsümidir da, yəni mövsümidir, bu oteldə işləyəcək, turizm şirkətlərində mövsümidir, yayda 3 ay işləyəcəm və sonra nə edəcəm? Bir problemimiz odur. İkinci problem əmək haqqı məsələsidir. Daha sonraki problemlər yenə də belə deyək, təbliğat. Təbliğatın az məlumatlıdır. Bəli, məlumatların az olması gənclərə, yəni gənclərə bu sayəni sevdirə bilmirlər bu gün. Gənclər xüsusilə əgər doğrudan da məsələlər düzgün qoyularsa, gəncləri cəlb eləmək olur. Xüsusilə işsizlik problemini. Sizə elə gəlmirmi ki, gənclərin və yaxud da digər yaş kateqoriyasında olan insanları işə cəlb edəndə biraz daha cəzbedici, biraz daha stimullaşdırıcı təkliflər önə sürmək lazımdır? Nə düşünürsünüz? Yəni bu sahədə kifayət qədər yenə deyirəm, biz geri qalırıq. Yəni bu stimullaşdırıcı, bu xüsusilə motivasiya mövqeyində, bəli, cəzbedici bir şeylər nəzərə alınmır. Yenə deyirəm, əmək haqqları aşağı və xüsusilə də bir şeylər öyrədilmir. Amma bu gün mən yenə deyirəm, burada əsas çıxış yolu, yəni turizm sahəsində təhsilin olmasıdır. Bayaq Rüfət müəllim də qeyd elədi. Yəni bu sahədə bizim təhsil müəssisələrimiz fəaliyyət göstərir, xüsusilə Turizm və Menecment Universiteti və mən bildiyimə görə onlarda sırf yəni turizmi əhatə edən bir təhsil ocağıdır. Burada həm bakalavr, həm magistr, həm də ki doktorantura üzrə, pillələri üzrə təhsil verilir. Və bundan sonra bizim müəyyən bəzi, yenə mən bildiyim qədər İqtisad Universitetində, Qərbi Kaspia Universitetində, Asiya Universitetində və digərlərində də az miqdarda da olsa, turizm sahəsində mütəxəssislər var. Amma gəlin biz fikirləşək görək ki, orada təhsil verənlər hansı səviyyədə, hansı savada, hansı bilik bacarığa və təcrübəyə malikdirlər. Yəni və hansı kadr yetişdirir? Bizim bu gün o gənclərimiz ki, təhsil almaq istəyir, onları hansı sahədə, hansı səviyyədə öyrədə biləcəklər? Yəni əsas problemlərdən biri budur. Mən bayaq qeyd elədiyim təhsil məsələsi ilə paralel olaraq bu gün peşə təhsili müəssisələri də, peşə liseyləri, məktəbləri də dövlət peşə təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən bu müəssisələr də 20-yə yaxın səhv eləmirəmsə, belə bir müəssisələrdə turizmə aid orta səviyyəli ixtisaslar var. Yenə deyirəm ki, yəni bizdə 10 ildən biraz artıq olar ki, bu turizmin təhsil sisteminə keçidi qeydə alınıbda. Ya bu 10 il ərzində biz nə qədər təcrübə toplaya bilmişik ki, bu bizim gənclərimizi, bizim tələbələrimizi gələcəyə kifayət qədər hazırladı. Xoşa gələn məqamlardan biri budur ki, bugün ölkəmizdə dual təhsil proqramı həyata keçirilir. Yəni bu dual təhsil proqramı belə deyək də, nəzəriyyə ilə təcrübənin koordinasiyası deməkdir. Yəni bunun vəhdəti deməkdir. Yəni təhsil müəssisələrində deyək ki, təxminən həftənin 2-3 günü tələbələrə nəzəriyyədən dərs keçirilir. Qalan 2-3 günü də məhz istehsalat deyildik. Biz ona qarşı tərəf təcrübəsi, bəli, və təcrübə yerində bunu belə götürək, otellərdə təcrübə keçirirlər. Yəni bu yeni başlayıb, bu uğurlu həyata keçirilərsə və o təhsil verənlərin özünün də yəni kifayət qədər o bilik bacarıqları, təcrübəsi olarsa, bu sahədə gələcəkdə nəsə nail olmaq olar. Təbii ki, belə təlimlər olur. Belə təlimlər olur. Effekt verir? Effekti az da olsa verir. Yəni biz istənilən səviyyədə deyil. Çünki yenə deyirəm, burada bir bayaq dediyim kimi bir ego da var da, bir egoizm da var. Yəni, mən niyə gedib kim nəsə öyrənməliyəm? Bəli, nəsə öyrənməliyəm, mən bilirəm də, mən burada. Mən əgər burada rəhbərəmsə, deməli mən hər şeyi bilirəm də. Mən gedib hansısa
gənc bir müəllimdən niyə öyrənməliyəm? Belə bir məsələlər yenə də qarşımızda durur, çətin problem kimi. Tamamilə doğru sualdır. Bayaq da qeyd etdiyimiz kimi, yəni kifayət qədər infrastruktur var, hazır. İş yerləri hazır. Bəli, var. Var. Əsas problemimiz, yəni bilirsiniz, turist gələndə o daxil olur gözəl otel binasına. Hər şey gözəldir. Amma o gözəlliyin içərisində gözəl xidmət səviyyəsini göstərən insanlar. Yəni hər şey gəlir insan kapitalının belə deyək başında dayanır da. İnsan kapitalı, bütün hər şeyi idarə edən, o xidməti göstərən də insanlardır. Ona görə də sən nə qədər gözəl bir belə deyək, bir otel yaradarsan, milyonlarla onun qiyməti olar. Amma yaratmaz xidmət göstərərsənsə, o gözəllik, o bahalıq olan otel heç kimə lazım olmayacaq. Ona görə də yenə bayaq qeyd etdiyim kimi, biz birinci növbədə əgər bu turizm və qonaqpərvərlik sektorunu inkişaf etdirmək istəyiriksə, ilk növbədə kadr məsələlərinə xüsusilə üstünlük verməliyik. Sonra beynəlxalq çıxış məsələləri, yəni beynəlxalq tanıtım məsələlərini müsbət həll etməliyik. Daha sonra biz turizm sahəsində güclü marketinq strategiyası, siyasət həyata keçirməliyik və turistlər üçün hər zaman maraqlı olan əlçatan turizm paketləri təklif eləməliyik. Yəni bu gün bilmirəm, indi o sualı yəqin verəcəksiniz, o müqayisəli suallar digər ölkələrlə. Yəni orada qiymət o haqqda danışarıq. Xüsusilə əlçatan paketlərin olması bizdə bu gün Azərbaycanda şablon paketlərdir və kifayət qədər qiymətlər bahalıdır və göstərilən xidmət səviyyəsi ilə qiymətlərin balansı uyğun gəlmir. Yəni mən özüm uzun müddət Türkiyə turizm sektorunda çalışmışam, 7 ildən artıq o sistemdə çalışmışam, o sistemi daha gözəl bilirəm. Yəni Türkiyə turizm sektoru dünyada ən 3-4 yaxşı sahələrdən, irəlidə gedən sahələrdən biridir. Təbii ki, var İsveçrə bizdə forması var. İsveçrə, İspaniya, İtaliya və Türkiyə. İsveçrə mətbəxə aiddir də daha çox. Yox, elə turizm və orada xüsusilə kadrların hazırlanmasında da təhsillə də bağlı. Yəni xüsusi addımlar atırlar orada. Gəlin Türkiyənin qonşulardan biri Türkiyədir və Gürcüstan da bizim rəqiblərimiz. Türkiyəyə biz rəqib deyə bilmərik. Daha yaxın. Bəli. Daha yaxın. Türkiyəyə biz rəqib deyə bilmərik. Onlarla yaxın illərdə də mümkün deyil ki, biz onlarla ayıqlaşa bilmərik. Çünki onlarda sistem qurulub, onların uğurunun ən əsası yenə də kadrların düzgün oturulmağı, investisiyanın düzgün yatırılmağı və yenə də həmin turizm marketinqinin düzgün idarə olunmasıdır. Gəlin biraz biz Gürcüstanla müqayisə aparaq. Baxın, bugün Gürcüstan həm ərazisinə görə, həm əhalisinin sayına görə, həm iqtisadiyyatın inkişafına görə bizdən geridə qalır. Amma ora gələn turistlərin sayı Azərbaycandan 2 dəfə çoxdur. Yəni əgər il ərzində bizə 2-3 milyon turist gəlirsə, ora 4 milyon, 5 milyon, 6 milyon. Gələk bunu təşviq edən səbəblərə. Bəli. Buyurun. Gəlir. Və bir də qiymət baxımından bugün Azərbaycanda orta qiymətlər 80-150 dollar arasındadır. Bir gün üçün turistə təqdim olunan paket, bəli. Amma Gürcüstanda bu xeyli aşağı 50-80 dollar arasındadır. Və gürcülər bugün Gürcüstanda turizm nəyi irəliyə çəkir xüsusilə? Bayaq qeyd etdiyim kimi, xüsusilə paketlərin, turizm paketlərinin əlçatan olması. Orada hər büdcəyə uyğun paketlər var. Yəni hər təbəqə üçün. Yəni bizdə bu bilirsiniz necə həyata ki, bizdə xüsusi otellər üzrə, yəni bu bahalı oteldir. Bu ucuz oteldir, nisbətən bu 3 ulduzludur, bu 5 ulduzludur. Belə amma orada bir oteldə bir neçə büdcə paket nəzərdə tutulur və təklif olunur. Ona görə də bu xarici turist üçün daha belə əlverişlidir, cəzb edicidir. Həm də orada kadrlar da düzgün yerləşdirilib. Dil problemi yoxdur kadrların. Mən özüm də orada kifayət qədər bir turist kimi olmuşam, görmüşəm, götürmüşəm və yenə deyirəm, ən əsas da
o qonaqlarla, turistlərlə düzgün davranışdır. Yəni bu gün qonaq gəlir, turist gəlir. Xidmətin yüksək səviyyədə olması. Turist gəlir, tutaq ki, bir müddət oteldə qaldı, yedi, içdi, əyləncədən istifadə elədi və o boş vaxtlarında nə etməlidir? Yəni oturacaq gözləyir. Kazinolar var, indi bizdə də olacaq kazino. Yəni sən bir kompleks şəkildə səndə yaşayan, sənin adına gələn qonaqları elə maraqlı təkliflərlə, elə maraqlı məsələlərlə xidmət göstərməlisən ki, onun belə deyək də darıxmağa vaxtı olmasın. Yəni səyahətlər aparırsan, tarixi yerlərin görməyi, bəli, məmnun, xüsusilə müştəri məmnun qalmalıdır hər zaman, bəli. Ona görə də biz bu gün bu sahədə hətta Gürcüstandan bizim turizm geri qalır və bu sahədə biz kifayət qədər işləməliyik. Və bunun da ən əsası budur ki, yenə də bir çox bizim yüksək səviyyəli hotellərə rəhbərlik edən şəxslər təsadüfi adamlardılar, sahibkarların qohumları, yaxınlarıdırlar, peşəkarları axtarmırlar. Peşəkar ehtiyac da duymurlar. Ehtiyac da duymurlar. Özü mümkündür bir tərəf vəziyyətdən. Və nəticədə də ən çox özləri uduzurlar. Ona görə də bu düzgün. Deyirlər oğruyurdusa, özümüzkidir. O özümüzki oğrasın. Bəli, mən də istərdim ki, artıq turizm idarəçiləri əgər gələcəyi yaxşı inkişaf elətdirmək istəyirlərsə, yüksək səviyyədə inkişaf etdirmək istəyirlərsə, xüsusilə kadrlara, düzgün kadr seçimlər xüsusi önəm versinlər, gənclərə önəm versinlər, gəncləri öyrətmək bu gün heç də pis deyil, çünki gələcəyin idarəçiləridirlər, onlar da gələcəyin bizim təmsilçilərimizdir. Rüfət müəllim dediyi kimi tələbələri praktika vaxtı, təcrübə vaxtı həm də gəlib qazansınlar. Məsələn, şəxsən mən Azərbaycanda bir neçə belə deyək, otellərə rəhbərlik eləmişəm. Həmişə çalışmışam tələbələri ən azından yay sezonunda, yay mövsümündə təcrübəyə gətirmişəm, öyrətmişəm, öyrənsinlər və bu gün də çox şadam ki, qürur duyuram ki, mənim o tələbələrim, öyrətdiklərim bu gün yüksək belə pillələrdədirlər turizm sahəsində və təbii ki, qürur verici bir hadisədir. Ona görə də nə etsək də, nədən danışsaq da Mətanət xanım turizm sahəsində, turizm inkişafından hər şey gəlir. Kadrların düzgün seçiminə, düzgün yerləşdirilməsinə və turizm sahəsində güclü təhsilə, güclü biliklərə malik olmanın yolunda olur hər şey.